Salam hörmətli tamaşaçılar, hər birinizi xoş gördük. Müstəqil Azərbaycanın yeganə müstəqil televiziyası olan OTV-nin xüsusi gündəmindəsiniz. Bu dəfə də rayonlardakı vəziyyətlərdən danışacağıq. Rayonlarda vəziyyət olduqca acınacaqlıdır. Söhbət sosial durumdan gedir. İnsanlar iş tapa bilmirlər. Beyin köçü ilə yanaşı, əmək köçü də sürətlə ölkəni tərk etməyə başlayıb. Rayonlarda vəziyyət ona görə acınacaqlıdır ki, kəndlinin torpağı var, ancaq o torpağı əkib becərmək üçün suyu yoxdur. Aidiyyatı qurumların su kanal idarələri demək olar ki, Yezid idarələrinə çevrilib. İnsanlara, zəhmətkeş şəxslərə su verilmir və beləliklə qeyri-ixtiyari olaraq kəndli torpağından uzaq düşür. Nəticədə təkcə torpağından yox, eyni zamanda ev eşiyindən də uzaq düşməyə məcbur qalır. Bir qarın çörək pulu tapmaq üçün ailəsini dolandırmaq məqsədi ilə ərəsəyə, el dili ilə desək təbii ki, başqa ölkələrə üst tuturlar. Nəticədə kəndlər ev-ev boşalır. Ailə qazanan şəxslər uzun müddətli olaraq bir qarın çörək pulu üçün yurt yuvalarını, övladlarını, ailəsini, ata-analarını tərk etmək məcburiyyətində qalırlar. Və kəndlərdə çayxanalara gedirsən, ancaq yaşlı insanlar görürsən, küçələrə çıxırsan, gənclər yoxdur. Səbəbini soruşursan, səbəb hər kəsin dilindən eyni cür səslənir. Deyirlər ki, bir qarın çörək pulu üçün filan ölkəyə, filan şəhərə üst tutub. Bunları əsassız demirəm, artıq 20 gündən çoxdur ki, Qərb bölgəsindəyəm, Şəmkirdəyəm, Samuqdayam, Göygöldəyəm, Gəncədəyəm, bir çox yerləri gəzirəm və nəticə olduqca acınacaqlıdır. İnsanlar bir qarın çörək pulu üçün bu gözəl məmləkəti tərk eləmək məcburiyyətində qalırlar. Əkinçi, zəhmətkeş insanların məsələsini dilə gətirdim və burada bir məsələ var. Beyin köçü artıq zəhmət əməkçi köçü ilə əvəzlənir. Eyni zamanda beyin köçü də sürətlə ölkədən uzaqlaşır. Hətta sadə bir çoban, naxırçı da öz övladını, yaxşı oxuyan övladını, bütün sərvətini həmin insan kapitalını övladına xərcləyərək get burada qalma, bu vətəndə sənə gün var, işıq yoxdur deyirlər. Bunu öz gözlərimlə görmüşəm, qulaqlarımla eşitmişəm. İndi hər kəs öz ümidini bu ölkədən üzüb və biz bu gedişlə hara gedirik? İmkanı olan ölkədən gedirsə, geriyə kimlər qalacaq, nələr qalacaq, bu ölkə hansı duruma yuvarlanacaq, hansı uçurumdan aşağı inəcək, bunu sizlərin ixtiyarına buraxıram, elə şərh bölməsində yazın. Eyni zamanda videomuzu bəyənməyi, paylaşmağı da unutmayın ki, bizi daha çox insan izləsin, abunə sayımız artsın və beləliklə öz əhatəmizi, öz virtual ailəmizi daha da genişləndirək OTV olaraq. Hörmətli tamaşaçı, onu da qeyd edeyim ki, bugün ali təhsil almış Azərbaycanda oxumuş şəxslər də iş tapa bilmirlər. Hara üst tuturlarsa, tutalım 400-500 manatlıq iş üçün 3000-5000 rüşvətin istənildiyini iddia edirlər. Hansı sahələrdə rüşvət var, bunu bir çoxlarımız yaxşı bilirik. Təhsildə müəllimlər bu və ya digər yollarla hədiyyə adı altında valideynlərdən rüşvət tələb edirlər. Səhiyyədə rüşvət göz önündədir. Faktlar dəfələrlə elə televiziya kanallarından, internet resurslarından nümayiş olunub. Və bir sözlə, aidiyyatı qurumlar, dövlət və hökumət bu məsələdə çox ciddi həyəcan təbili çalmalıdır. İşsizlik o həddə gəlib çatıb ki, boşanmaların sayı da artmaqdadır. Ailələrini dolandıra bilməyən kişilər xanımları önündə aciz qalırlar və yaxud da aciz duruma düşürülürlər. Nəticədə xanımlar da aliment almaq üçün və yaxud da kişidən intiqam almaq üçün onlardan boşanırlar. Uşaqlar atasız, anasız böyüyür, ya atasız, ya anasız. Beləliklə, gələcək genofondumuz da çox böyük, ciddi zərbə alır, gələcəyimiz təhlükəyə düşür. Əslində, ailələrin boşanması statistikaya görə hər 4 nəfərdən, hər 3 nəfərdən biri boşanır. Bu, bizim son dövrlərdə milli təhlükəsizlik məsələmizə çevrilib. Bir daha altından xətt çəkərək deyirəm. Ailələrin boşanması, genofondumuzun zədələnməsi artıq milli təhlükəsizlik məsələsidir. Bu kimlərə sərf eləyir? Azərbaycanda boşanmalarının sayının artmasında kimlər maraqlıdır bunu bilmirəm. Bilirsinizsə şərh bölməsində yazın. Ancaq televiziyalarda vəziyyət o qədər bərbaddır ki, sanki boşanmalar təbliğ olunur, sanki o 2 saatlıq, 3 saatlıq verilişlər var. Orada kimsə ailə qurur. Kişi, bizim milli mənəvi dəyərlərimiz var. Hansı kişi televiziya vasitəsilə evlənib bu vaxta qədər, hansı kişiyə kimlərsə arvad tapıblar. Bəli, ailə üzvləri yığışıblar, müəyyən mənada məsləhət, məşvərət edib kimləri evləndiriblər. Ancaq bu demək deyil ki, sən çıxasan aciz durumda, əlatsız durumda, efirlərdə tanımadığın kimlərsə evlənəsən. Bunun təbliğatı mənim
ümumiyyətlə sevmədiyim nüanslardan biridir və belə bir təbliğat ümumiyyətlə bizim millət olaraq əxlaqi mənəvi keyfiyyətlərimizə çox ciddi zərər vurur deyə bilərəm. Məsələnin digər tərəfi ondan ibarətdir ki, üzr istəyirəm, boşanmaların sayı son 2-3 il ərzində şəhərlərə nisbətən kəndlərdə daha çoxdur. Bir çoxları hesab edirdilər ki, təxminən 5-6 il bundan əvvələ qədər kəndlərdə avantaj böyükdür. Yəni şəhərlərdə insanlar kirayə yaşayırdılarsa, kənddəkilərin evi var idi, təsərrüfatı var idi, dolana bilərdilər. Hətta kiçik fermer təsərrüfatına sahib olmayanlar belə qapıda, bacada göy-göyərtə kərəyi, toyuq cücə saxlayaraq, mal heyvan saxlayaraq özlərini dolandırmaq iqtidarına sahib idilər, malik idilər. Ancaq indi kəndlərdə də vəziyyət o deyil. Çox acınacaqlı durumdur. Sanki kimlərsə nəyisə gözləyir. Bax, o nəsnənin, o nüansın adı nədir mən də bilmirəm. Hər kəs ağzına su alıb oturub, sanki vəziyyət birdən-birə düzələcək. Yox, vəziyyəti özümüz düzəltməliyik. O baxımdan düzəltməliyik ki, hər kəs bu ölkəni ən böyük bəlaya yuvarlayan rüşvətə yox deməlidir. Bütün hər şeyin kökündə ölkənin nizamını, düzənini zədələyən əsas tendensiya rüşvətdir. Bürokratların rüşvəti, sadə insanların rüşvəti, bir sözlə kasıb da rüşvət verir, rüşvət alır, varlı da rüşvət verir, rüşvət alır. Hərəsinin öz boyutu, öz səviyyəsi var. Millət olaraq biz anlamalıyıq ki, rüşvətin iki başı var. Alan və verən. Biz verməsək onlar almayacaqlar. Onları almamağa məcbur etməliyik. Onlar bizi necə ki, rüşvət verməyə təhrik edirlər. Şəxsən mən indiyə qədər rüşvət verməmişəm. Çünki rüşvət almamışam. Almadığım üçün də və həmişə hər yerdə rüşvətlə mübarizə aparmağa çalışmışam. Elə media vasitəsilə, OTV vasitəsilə, digər işlədiyim media resurslarında da 18 ildir birbaşa rüşvətlə mübarizə aparmaqdayım. Təbliğ edirəm ki, rüşvət verməyin. Ancaq biz bu xəstəlikdən tamamilə xilas olmayınca cəmiyyət olaraq düzəlməyəcəyik. Ən böyük bəla rüşvətdir. Rüşvət veririk, hörmətdən düşürük. Rüşvət veririk, qanımızı sovururlar. Rüşvət veririk, bizi vətəndaş insan yerinə saymırlar. Və eyni zamanda bizə zülm edənləri daha da gücləndirir iqtisadi baxımdan. Yaxşı-yaxşı düşünün və rüşvətə yox deyin. İndi bəziləriniz yazacaq ki, onsuz da millətə heç nə qalmayıb, rüşvət verməyə pul da yoxdur. Ancaq yenə də rüşvət alma faizi olduqca yüksək səviyyədədir. Bu və ya digər formada müəyyən bürokratlar, vəzifəli şəxslər vətəndaşlardan hər hansı bir işin həlli müqabilində, hətta qanuni yolla həll olunması məsələdə belə rüşvət alırlar, rüşvət verirlər və sakinlərlə söhbət edəndə onlar da etiraf edirlər ki, ölkədə ən böyük bəla indiki məqamda məhz rüşvətdir. Və əvvəllər televiziyalarda rüşvətin ən böyük banisi kimi Azərbaycanda Ramiz Mehdiyev göstərilirdi. İndi Ramiz Mehdiyev də yoxdur. Bəs indi əsas qurban kimi, hədəf kimi göstərəcəksiniz. Bu da maraqlıdır. Elə bunu da şərh bölməsində yazsanız sevinərəm. Mənim üçün maraqlıdır. Görək indi Azərbaycanda rüşvət, bu boyda rüşvət yığılıb kimə verilir? Belə hörmətli tamaşaçılar, sağ olun, salamat qalın. Rüşvətdən uzaq olun ki, nizamımız, düzənimiz pozulmasın. Özünüzə yaxşı baxın. Hələlik.